Sentyabrın 29-da Ordubad rayonunun bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilələr olacaq. Azərişıq Açıq Səhmdar Cəmiyyətinin Naxçıvan Regional Enerji Təchizatı və Satış İdarəsindən verilən məlumata görə, Düylün 35-10 kilovoltluq yarım stansiyasından qidalanan aza 10 kilovoltluq hava xəttində 110 kilovoltluq xətlərin çəkilişi və bərpa işləri ilə əlaqədar olaraq elektrik enerjisinin verilişində fasilələr yaranacaq. Bununla bağlı sabah saat 10:00-dan 13:15-ədək Sabir kənd, Qoşa Dizə, Aza, Azad, Kələntər Dizə, Baş Dizə və Gilənkay kəndlərinin elektrik təchizatında məhdudiyyətlər olacaq. Qeyd eləyək ki, enerji təchizatı sistemlərinin gücləndirilməsi və texniki baxışların həyata keçirilməsi çərçivəsində müxtəlif ünvanlarda elektrik xətlərini və yarım stansiyalarda mərhələli təmir işləri nəzərdə tutulub.